19-cu əsrin ortalarında Qafqaz Sıra dağlarının Samur vadisində yerləşən Kiri kəndində bir oğlan uşağı dünyaya gəldi. Ona babasının şərəfinə Buba adını qoydular. Üstündən 7 il keçmiş, dağda atasını ildırım vurdu. Atasını itirən Buba uzun müddət özünə gələ bilmədi. Onu bu sarsıntıdan həyat eşqi yox, bir qıza olan sevgisi qutardı. Bu sevgi onu Dərbəndi, Bakını, dağları qarış-qarış gəzdirdi. Onu dünyada tanıttı. Yandı ayana, yandı. Bilmədim alov hardan gəldi üstümüzə. Atam daha yoxdu. İldırımdı göydən gələn. O nəsə demək istəyirdi. Atam artıq yoxdu. Bundan sonra dayağım sensin. Axı sen Bubasan. Qulaq as. Yadında saxla. Atanın son sözlərini yadında saxla. Möhkəm ol. Atam artıq yoxdu. Anacan, mən Şahanı sevirəm. Ayıqol, biz bir yetim ailesi. O bəy balası. Baş tutmaz. Mən bu işi həll eləyərəm. Qartal tək şığıyaram. Nə? Qartal. Nə danışırsın? Geylərin şahı. Ay yetim. Ay yetim, başını qaldır. O dağların tağıdır. Yeri. Ətrafa bax. Biz sadə adamlarıq. Çox sadə. Böyük iddialar uzağa aparır. Böyük iddialar. Salam Şaha. Mən bugün bax o qayaya qalxmışdım. Qartal qayasına. Ne vardı orada? Qalxmışdım ki, sənin üçün bax bu gülləri verim. Niye Buba? Sabah anamı sizə göndərmək istəyirəm. Niye? Bax, yox demə ha.
baxırdı? Bilirsən o mənə necə baxırdı? Sən gərək elçi gedəsən. Mən ona dedim ki, sabah anamı sizə elçi göndərirəm. Ay oğlum, mən ki səni başa salmışam. Bu baş tutan iş deyil. Anacan, heç bilirsən o mənə necə baxırdı? Bu işe o yox, onun ata-anası baxmalıdır. Qoy onlar mənə baxsınlar. Sən ki bilirsən biz nə gündəyik. Onlar hara, biz hara. Genç heriften de kendi hoşum da diye verdin. Bakayım. Qonşu, hər vaxtınız xeyir. Salam. Buyur içeri. Bilmirəm heç necə deyim. Eşidirəm. De görüm. Oğlum inad elədi ki, sizə gəlim. Buba, Oğlum Buba. O qızınız Şaxanı sevir və sizin qızla evlənmək istəyir. ne danışırsan? Bir məsləhətləşin, fikriniz nədir? Fikir? Ne fikir olabilir? Qonşu, bilirəm, oğlunuz igiddi. Cəlddi, amma o qızıma nə verə bilər? Hə, mən təəccüblənmədim. Hə. Oğlum, sənsə qartal olmaq istəyirdin. Gör məni kimlərin qapısına göndərdin. Yaddan çıxar bu söhbəti. Qartalları da. Özün də ağlama. Balam bu sevgi yolunda ölsə belə, sən bir daha göz yaşlarımı görməyəcəksən. Kəndin varlı kişilərindən sayılan Əmirxangildən yox cavabı alan Buba bununla barışa bilmirdi. Onun qərarı qəti idi.
Ne olub yenə? Get. Yoxsa atamı çağıraram. Elə mən də onu axtarıram. Rədd ol, qışqıraram. Haykü salma. Bunu eləmək lazım deyil. Gəl danışaq. Get. Bəsdir baba. Məni rahat burax. Yalvarıram, mənə vaxt ver. Axşam bağa düşərəm. İndi isə get. Get. Ay kişi, dur ayağa. Qız yoxdur. Tez dur ayağa. Nə olub ay bala? Yenə küncə sıxılmısan. Nə qədər olar axı? Ürəyini sıxma ay bala. Yox. Nəsə olub. Mən onlarla danışaram. Bu dəqiqə. Getmə nənə. Sənə sözüm var. Anam danışanda eşitdim. Danış. Eşidirəm. Nənə, mən eşitdim ki, Kimlə? Nə haqda? anam mənim həyatımı istədiyi kimi görür. Nə danışırsan ay qız? Atan, anan öz qızının xoşbəxtliyini istəyirlər. Mənim həyatım onların əlindədir. Hardan bilirsən? Bilirəm. Bilirəm kimə vermək istəyirlər. Sonra da həyatım zülmətdə keçəcək. Bəs sən nə istəyirsən? Bilirsən nənə, istədiyim bubadır. Qulaq as. Hər gecənin bir gündüzü var. Dağdakı buba qazanıb qayıdar. Ümid payzadır. Narahat olma. Nənə, xahiş edirəm, de mənə. O çobanlıqla nə qazanacaq? Mürsel dayı, indi mən neyiniyim? Dağda insan ya çoban olar ya da qaçaq. Mürsel dayı, sən ki çoban oldun. Mən də sənin kimi yetim bir oğlan idim. Bir qızı sevdim. Vermədilər.
Qızı verdilər başqasına. Qız da dözmədi, özünü asdı. Mən də o gündən daha kənddə qala bilmədim. Çıxdım dağlara, oldum çoban. Ay kişi, bu kıza bir çare gerekti. Sağ olun, akşamlar. Ne yiyir, ne içir. Gecelerde yuxuda başlayır sayıqlamağa. Elə hey yetimi çağırır. O çoxdandır görsənmir axı. Yetim yox, O lap bəladır. Atası yaxşı kişi idi. Anası da yaxşı insandı. Ama bundan bize ne fayda? Arvad, bura bax. Bizim qanunlara görə qıza sən cavab deyəsən. Mənim işim evi qorumaqdır. Bilirəm. Mən qızıma çox fikir verirəm. Bəlkə molla çağıra, onun ruhunu təmizləsin. Məni bağışla, Molla, sən Allah, heç bilmirəm necə deyim. Yer də münasib deyil, amma Eybi yox. Danış, danış. zaman bizi çəkib aparır. Heç də yaxşı tərəfi yox. Qızımdan yaman narahatam. Bizə sənin köməyin gərək. Nə olub ona? Yemir, içmir. Arada heç məni də tanımır. Yatan kimi də o sarı kuşun yetimin çağırır. Elə bil ki, cin deyil. Ne durmuşsunuz? Danışın ona. Siz daha yaxşı bilirsiniz. Yaxşı. Bilirsən molla qardaş, qızı nasıl ayaqlayır, elə bir cin görür yuxuda. Mənə qızımın həyatı vacib. Onu oxutmuşam. Necə lazımdır böyütmüşəm. Və ənlərəndəri əşro oridə bəməv heyd ərzi. Sən nə dersən? Mən heç nə anlamadım. Bu qız xəstə deyil. Taleyinin əsiridir. Oğlan dağa gedəndə anası da kitab açdı. Uşaqların taleləri bir-birinə bağlıdır. Yetimin dadına yetişmək savabdır. Əmirxan, ancaq qız sənindir. Qərarı özün ver. Yəni deyirsən başqa çarəm yoxdur. Esselamun aleyküm. Necəsən oğul işin gücün? Biz sən Salam yanında- aleyküm. Gözlerime inana bilmirəm. İnanıram ki bu iş xeyriyyədir. Xeyirdir inşallah. Bizim mollamız xeyir işlə məşğul olmağa başlayıb. Ay oğul, yolumuz haqqadır inşallah. Amin. Biz gəlmişik deyək ki, Nəyi? qızım yaman xəstələnib. Nədən? Mənə nə dəxli var? Biz gəlmişik ki, aydınlaşdıraq, görək nə edirik. Anamı sizə yolladım. Rədd elədiniz.
Bağınıza girdim. Sizsə mənim üstümə it buraxdınız. Axı belə söhbətlərin yeri deyil. Bunu hamı bilir. Olanları da, olmayanları da. Axı mənim nə pisliyim keçmişdi. Sən nə deyirsən? Sakitləş ayağı. Səbrin olsun bir. Sen de. Şimdi. Fikirləşirəm ki, Əmirxanı razı salmaq olar. Mən başa düşmürəm. Axı bu nə deməkdir? Bilmək istəyirəm. Sən toy xərclərini mənim nəslimin adına layiq çəkə bilərsən? Heç nə başa düşə bilmirəm. Ananı fikirləş oğul, ananı. Səhv eləyirsən baba, çaşma. Sən dala qayıtmalısan. Vaxt məni sıxır. Söz vermişəm. Pulu tapmaq olar. Pulu tapmaq olar. Amma ananın xeyir duasını çətin. Pulla qaydanda başa salaram. Anam bəlkə də başa düşər. Nə vaxtsa. Amma talih çətin. Elə qismətim məni, bax, bu dağa daşa salmayıb. Nə deyim, yolu sən seçirsən. Artıq mən öz yolumu seçmişəm. Gedirəm Bakıya. Ananla sağollaşmadan hara gedirsən? Kəndə gedərəm. Birdən Şahanı görərəm. Aciz görünmək istəmirəm onun gözünə. Mənə az vaxt qoyublar. Baba, belə işlərə görə ananı nigaran qoymaq olmaz. Başa düşdün? Mən çalışıram yaxşı oğul olum. Yəni o məni başa düşməyəcək. Ana başa düşər. Dedim axı. Amma talih? Bilmirəm. Getməyimi anama demə. Qoy bilməsin. Mən deməsəm də dağlar bilir. Axır əvvəl eşidəcək. Bu mənim davamdır. Mən onun üstünə gedirəm. Bax, burada yollarımız ayrıldı dostum. Qərarım qətidir. Sona qədər vuruşacağam. Sağlam dağlar kıtalar Alişava Nuhman ya Sağlam dağlar kıtalar Quba iki yol ayrıcında idi. Kənddə qalarsa onu Mürsəlin acı taleyi gözləyirdi. Ona görə də Quba başlıq pulu qazanmaq üçün Bakıya üz tutdu. Özü də bilmədən şəhərdə əski xırdavatçılıqla məşğul olan oğru dəstəsinin toruna düşdü. Salam. Salam aleyküm. Deyə bilməzsiniz bu ünvana necə getmək olar? Gəl bura görüm, gəl bura görüm. Neyvə lazım idi sənin? Kiridən gəlmişəm, kəndçilərimi axtarıram. Neyini sanma? Gəlmişəm ki, toy üçün pul qazanım. Çox qazanmışsan ha bugünə kimi. Çox az. Gözətçiyə nə verirlər ki?
Bu bize lazım olar. Bizə sənin kimi adamlar lazımdır. Bir gecəyə 2 toyun pulunu qazana bilərsən. Razısan, işimiz çoxdur ya. Gəl keç bura. Gedək ağanın yanına. Ağa sən dur burada gözlə. Zəhrimar. Ya, bu nədir ya? Bu nədir? Gətirib gəlmişəm, bir dənə buna bax yine. Bu nədir? Gör necədir? Jandarma pulunu bu ilə verəcəm. Ona nə gətirirsən? Biz əməlli başlı. Buna bax. Bu nədir? Yaxşı da. Deyəm da, sən də rədd ol buradan da. Adam, Nə sən istəsən də nə məndən? gətirirəm, ben Bir qədər, o qədər borcum var ki mənim. Bir Buna ayda bax mənə bir, nə salasın? Elçi. Pulumu verin Kim çıkıp bu? gidin. Nə deyirsən ha sən? Sən kimsən? Hey, sen beni tanımırsan ha. Ben Kili Baba'yam. Mənim belə gözüm aydın ala sən ölməsən. Buna bax. Gör bunu. Sən ölməsən. Neynədin ana maymaq? Öldürdün ki onu. Öldürdün. Maymaq. Oğruların başçısı Bubanı zindanda öldürməyə qərar verdi. Buba isə artıq sadəlöv uşaq değildi.
Sərdar, sözdə adama oxşayırsan. Həmişə xətadan xəta çıxar. Kətdən nəsə xəbər var? Yox. Yaraylı şəhərdəyim. Anama nəsə olub? Düzünü de. Özünü cilovla, indi deyərəm. Sən məndən nəsə gizlədirsən. Yaraylı bir gün Bakıdan getdi. Axı nə olub? Xahiş edirəm, de. Kənddə biləndə ki, səni tutublar. Şaxanı onunla nişanladılar. Bəli, verdilər qızı. Mən onların qanını içərəm. İnan ki, mən onları sağ qoymaram. Daha onlara heç nə elə bilməzsən. Özdəki iş işdən keçir. Sərdar, o toyu görməyəcək. Sağ ol ki, vaxtında dedin. Mən onu qarşılayaram. O bıçağı yerə çırparaq kəndlisindən uzaqlaşdı. Hadisələr burulğanı onu öz ağuşuna almışdı. Buba düşünmədən təhlükənin üstünə qartal kimi şığıdı. Bu dəfə onun yolunun üstündə uşaqlıq dostu, kəndin ən güclü cavanlarından biri durmuşdu. Ha, Yarali. Köhnə dost. Sən heç bilirsən nə inirsən? İttir yolumdan görüm. Çekil dedim. Bura bax. Mənim namusumu tapdalama. Eşidirsən? Ne olup ki? Ne lazımdı? Şaha. Mənim nişanlımdır. İndi o benim nişanlımdı. Benim nişanlım bildiğin. Mən Şahanı heç kəsə vermərəm. Bakarız görərik verersen ya vermezsen. Məni məcbur eləmə ki, sənin başını üzüm. Çekil görüm ahmak. Gel xəncərsiz vuruşaq. Məni Bakıda yaxşı öyrədiblər. Axı sənə dedim başını üzərəm. Əclafım bir əclaf. Köhnə dostluğumuzun xatirinə bu xidməti sənə göstərirəm. Qurd-quş səni yeməsin deyə.
Necəsən? Sen burada ne inirsen? Tanıdın? Nədir ki? Sen türmede değilsin. Yox, mən buradayam. Bu da sənin. Bu nedir? Yaralı. Yəni ondan qalan bir hissə. Bak seni tutmuştular. Ben kızı saklayabilmezdim. Hə. Söz vermişdin. Kentdə hamı deyir ki, sen Bakıda 2 nəfəri öldürmüsən. Bu da üçüncü. Özün də dördüncüsən. Onun qolları senin hakkında neler danışmadıdır. Sən də dördüncü olacaqsan. Bir qələt deyləmişəm. Bax, mən Mənim günahım yoxdur. Qətiyyən. gel səhvi bir yerdə düzəldək. Bəs bu qan? Bəs bu qanı neyniyim? Ha? Gəlmişəm borcumu verin. Oğlunu mən öldürdüm. Kəfən boynumda, xəncərim əlimdə. Canım da sənliydi. Ay küçük, mən sənlə neyniyim? Qəbirdəkini neyniyim? Anan yazıq. Get qurban ol sarkuşa. 5 gün bizə işləyəcəksən, 2 gün ona. Qəlbi yaralı ata onu bağışlaya bildi. Hökumət adamları isə gecə ilə anasıgildən onu həbs eləyib apardılar. O sürgün edilmiş və geri qaytarılmayan çox taleylərdən xəbərdar idi. Qatarda fürsəti əldən verməyən Buba, kazakları boğaraq hərəkətdə olan vaqondan tullandı. Qanun onu bütün sərtliyi ilə təqib eləyirdi. Xilas yolu onu dağa daşa saldı. Artıq nicat yeri qalmamışdı. Onu yalnız bir qocaman kəndçi mərhəməti xilas elədi. O, bütün qışı Bubanın başının üstündən çəkilmədi. Ona həyat eşqini qaytardı.
Özünə gələn baba keçmişlə gələcək arasında qaldı. O qəbristanlığa üz tutdu. Burada onun doğmaları uyuyurdu. Qəlbini onlara açan, doyunca dərdləşən baba hər şeyi bir daha dərindən fikirləşdi. Ha? Ne ses küydü orada? Qalx ayağa. Axı sen kaçaksan. Ha? Mən qaçağam. De görüm, anamın evinə niyə kazak göndərmirsən? Axı mənim bu işimdir. Səndən soruşuram. Hemen axı. Niyə bunu eləmirsən? Satqın hakim. Səndən soruşuram. Niyə bunu eləmirsən? Bu dəqiqə verim. Gel seni pulla. Bu məsələyə ailələri qatma. Sakit olan ha. Ağlama. Can bala. Daha kazak olmayacaq. Mən çalışdım ki, yaxşı ola. Bu nə halda düşmüş ay bala. Yəqin bu da bir qismətdir. Həyatın axarı məni çəkib aparıb. Mən sənə görə çox qorxuram. Artıq hər şey həll olunub. Get təslim İndi ol bala, get. mənim evim də, arxam da dağlarda. Cice cice yuhkan da var, hakat da var, çavay çok. Sükni kalkan ak altına var, i dünyada şanay çok. Sükni kalkan ak altına var, i dünyada şanay. Dayan. Dur. Düş attan. Yakın gel. Bırak dostumu. Ne inirsen? Ay səni, məni qollamaq istəyirsiniz, ha? Kimdən söz? Sensen bırak onu. Mehmet'in destesi. Yavaş öldürersen. Ne istiyorsunuz? Harda yerləşmisiniz? Biz buradayız. Qalxan dərəsində. Vallahi burada. Getdi ora. Məni ora aparın. Yaxşı. Götür. Düş qabağıma. Yaxşı, yaxşı. O iki kazakı şalvarın balağıyla boğup qatardan qaçan sənsən? Haqqımda bildiyin elə budur. Yaxşı, otur. Danışaq. Deməli bu ərazi sizindir, hə?
Kim size izin verip ki bütün bunları paylamışsınız, bölmüşsünüz? Dağların öz kanunu var. Sen kimsen? Ben kimem? Gel razılaşaq. Razılaşarıq. Ha, yaxınlaş görək. Salam qoçaq. Gəl. Tez ol. Gəl. Yolun haradır? Şikarımın dalınca gedirəm. Git, yorulmayasan. Hələ kəndə çox var. Uzaqdır. Kendi yoktu. Orada çobanlar var. Bu gedişle akşama çatmazsan. Atımı götür. Çox sağ ol ki, təklif elədin. Amma mənim pulum yoxdur. Fikirləşirsən ki, Kiri Baba sənə atını satacaq, ha? Nə? Ola bilməz. Buba sənsən? Məndən başqa kim olacaq ki? Əlbəttə. Bəs dedilər, sən balaca arıq bir kişisən. Adım atamın şərəfinədir. Kiri isə doğulduğum kənddir. Düzünü deyim, gəlmişdim səni öldürməyə. 10 mindən də 500'ünü beh almışam. Məni? Hə, başda görüm. Bax, mən yaxşı ovçuyam. Ovçu. Ha, onu vurdun. Fikirləşirsən hər yoldan keçən məni vura bilsəydi, burada durardım. İşin nədir, ha? İşim heç nə. Onun bunun evinin keşiyini çəkirəm. Hakkın keşiyində necə? Hakkın keşiyində durmaq istəyirsən, ha? Bu mənim xoşuma gəlir. Gedək. Mən orada nə edəcəm ki? Ha, bu da həmin bubadır. Başına 10.000 pul qoyulmuş. Tək pulla heç bir iş düzəlmir. İşimiz var. Biz elə iş üçün yığışmışıq bura. Əsas məsələ odur ki, cəmaatla işimiz olmasın. Onların günahı yoxdur. Cemaat salmısan. Cemaat! Görmürsən bizim adamlar türmələrdə çürgür, kəndlərdə, şəhərlərdə at oynadırlar kafirlər. Körsən? Otur. Biz yığışmışıq bura bir qərara gələk. Belə dolanmaq olmaz. Mən səni yaxşı tanıyıram baba. Hamı tanıyır. Razəddinin fikrini eşitdin. Sən nə deyirsən?
O istəyir ki, biz birləşib birgə iş görək. Çara qarşı vuruşaq. Şeyx Şamil kimi. Burada hər kəs öz fikrini dedi. Bizə sənin də fikrin maraqlıdır. Mən sizin aranızda ən cavanıyam. Onu da bilirəm ki, zorun da bir dəlili var. Cemaatı yığıb dərbəndi tutacağıq. Cemaatı bu işə qatmaq olmaz. Olar. Biz elə ona görə bura yığışmışıq. Quba dağları gəzir, yoxsulların, kimsəsizlərin dərdinə şərik olurdu. O yeri gələndə münaqişələri həll edir, həyatdan əlini üzmüş insanları öz tərəfinə çəkirdi. Onun düşmənləri də dinç durmurdular. Hərə bir söz danışırdı. Quba isə cemaatın fikrini öyrənmək üçün kəndçisi ilə sövdələşdi, arabasına uzanıb onu kəndlərə aparmasını xahiş elədi. Saxla görüm, saxla. Kimdir bu? Kiri baba. Görü baba. Ölü. Ay, cam olub ölü. Bu ölməli adam idi elə, valla. Kənd bunun əlindən bezmişdi. Bu birdə bir sifət var, belə yaxşı olub ölü. Bu kimdir? Kimdir bu? Kiri baba. İlahi, şükür sənə ilahi, şükür sənin dərgah və ilahi. Axır ki bir mazardan, yaramazdan canımız qutardı. Ədə, bunun atası da belə idi. Sən bir deyəm gördüm. Gedmişdi bu deyib, bunun atası da belə idi. Qaçdı dağlara, dağlarda da vurdular, öldürdülər. Sən kimə əclaf deyirsən, hə? Sənin atan çox yaxşı kişiydi. Bayaqdan uzanıb, sənə qulaq asıram. Mənim atam sənə nə inir? Mən sözünü verim ki, qadan alım. Sən ki, Allahın adını daşıyırsan. Sən də deyəcək, nə olur, bırax məni çıxıb deyir. Soyun. Mənə yazıq gəlsin qoca kişiyə, rəhm verə nə olar. Bırax qoy çıxıb dedim də. Kəndə çılpaq gedəcəksən. Ona görə də deyirəm ki, soyun. Baxıb belə yaramaz. Dedim ki, soyun. Kənddə mənə nə deyərlər, hə? Kənddə mənə nə deyəcək cəmaata? Salamlar olsun Razəddin. Salam baba. Yaxşı görünürsən. Sən də pis deyilsən baba. Adım Kiri Bubadır. Kiri baba. Hərəkətlərin qanunlarımıza düz gəlmir. Mən nə inirəm ki? Hökumətlə mənim davam aydındır. Bəs sizə nə olub? Bilmək olar? Bu dağ dərənin sahibi mənəm. Sənsə burada dövran sürmək istəyirsən. Mən özüm yaxşı bilirəm ki, nə inirəm? Bura mənim ərazimdir. Yox, bura dağ qanunları məmləkətidir. Sudaşı deşir, dövranısa insanlar qururlar. Bildin? Yaxşı məsəldir. Gərək hərə öz işi ilə məşğul ola. Deyəsən yerimi səhv salmısan.
Mənim bildiyimi sən bilməzsən. Hakimiyyət mənim işimdir, bildin? Mənim işim. Sən bacarmırsan. Necə yəni? Mənim adım gələndə hamı tir-tir əsir. Mənəm hakim. Sən Şamil deyilsən. Özünü ona oxşatma. Hamı bilir mən kiməm. Görürəm. Bu dağ dərənin sahibi mənəm. Gəl silahsız vuruşaq. Gəl. Yaxşı. Sakit, 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 sakit. Yaxşı. Qoy sənin olsun. Amma bil, cavabdeh sənsən. Yadında saxla. Hər şeyə sən cavabdehsən. Tək sən. Sonra peşman olma. Əlahəzrət imperatorun iradəsi ilə əmr eləyirəm. Eşitdim, yenə qırğına çıxmısınız. Sən onları bura gətirən? Cavab ver. Ağa, bizim hakkımız var. Yolumuzdan dönmərik. Yəqin məni başa düşdünüz. Sən kimsən burada? Mən bu cəmaatın təmsilçisiyəm. Qulaq as, qan tökülməsinə heç vaxt icazə verə bilmərəm. Məni qanun qoruyur. Qanun. Əgər qan istəyirsənsə, xəncər sənindir. Çox həvəsə düşmə. Qan qadağandır. Belə davalarda. Heç vaxt dağlıların qanunlarını yaddan çıxarma. Heç vaxt. Qanun Əla Həzrət İmperatordandır. Siz hamınız həmişə ona boyun əyməlisiniz. Hamınız bir nəfər kimi. Aydındır? İmperator uzaqdadır. Məndən sənsə buradayıq. Sən övladlarını fikirləş.
Onların gələcəyini fikirləş. Məni axtarmısınız? Hə, axtarmışam. Axtarmışam. Mən eşitdim sən Əmirxanın qızı ilə nişanlanmısan, düzdür? Bəli. Mən istəyirəm öz həyatımı qorum. Hə, yaxşı, çox yaxşı. Səni təbrik eləyirəm, təbrik eləyirəm. Bəs niyə burada? Çünki bu evdə həmişə vacib işlər həll olunub. Gəl, gəl içəri. Gəl. Baba səni axtarır. Hamı onu gəzir, o isə səni. Sən 10.000 qızıl qazana bilərsən. 15.000 qoyun. Bildin? Onu aradan götürsən, hamı rahatlanacaq, hamı. Ha, yadımdan çıxmışdı. Al. Bu sənin toy hədiyyəndir. Gəl ardımca. İsim, sənə sözüm var. Eşidirəm baba. Biz səndən danışmalıyıq. Nədən? Bizim sənə nə alış-verişimiz? Mənim şahaya haqqım var. Haqq? Nə haqq? O mənim arvadımdır. Sən onunla evlənməli deyildin. Əmirxan onu mənə verib. Onu atasının evinə qaytar. Mən onun əriyəm baba. Mən kişiyəm, başa düşürsən? Sən bir kişi kimi ona cavab deysən? Lap məni öldürsən də, bu belədir. Mən sizi azad buraxıram. İndi hər şey sənin əlindədir. Sənin. Ha. Allah! Elə bilirdim. O kişidir. Otur narahat ol. Yaran ağrıdır. Yandırır. Fikrin nədir? Yenə qısas? O ailəsini qoruyurdu. Bacardığı kimi. Birinci dostumu göndərdim. Qızı evinizə qaytarsın. Dedi ki, mən onun əriyəm. Gördüm, bu kişi sözüdür. Köhnə dostu. Getdim onun görüşünə. Təkbətək. Sözümüz düz gəlmədi. Elə bildim,
Elə bildim o kişidir. Mən səhv elədim. Ona görə də öz payımı aldım. Bu işte günahlarım çoxdur. Əgər mən bilsəydim ki, belə olacaq, hər şey belə çörüləcək, mən belə hərəkət eləməzdim. Onda Kiribuba da olmazdı. Hayf atan görmədi necə oğulsan. Sənin kimi oğullarla dağlar da fəxr eləyir. Söylə, sənə nədə köməyim çatar? Mən bacardığımı boynuma götürərəm. De mənə, de mən hər şey eləyərəm. Yaxşı, səhvi etiraf eləmək kişilikdəndir. Tezliklə mənim yaram da sağalar. Və biz görüşərik. Sən anama kömək elə. Ona himayə göstər. Xahiş edirəm. Bu nəyə gərəkdir? Sonra deməyin ki, Buba bağışlamağı bacarmır. Gör gəlib harda gizlənmisən qorxaq. Amma gördün ki, tapdım səni. Bu da məsləhətinə görə. Hey! 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 Orada kim var? O heç kəsin dərdinə biganə qala bilmirdi. Eşidəndə ki, kəndlərin biri dağıdılıb, ora üst tutdu. Kənddə yalnız bir neçə qadın və bir balaca uşaq qalmışdı. Uşağın anası bu mərhəməti görüb, yeganə oğlunu onun himayəsinə vermək qərarına gəldi. Ana oğlunu yola salmaq üçün son dəfə bayram libasını geydi. Salam əleykum qardaş. Salam. Buyur. Sağ olun.
Sən dərdimizə şəriksən baba. Neçə il bundan qabaq oğlumun atasını ildırım vurub ölüb. Övladıma arxa ol. Mən heç bilmirəm siz kimsiz, nəçisiz. Babası Şeyx Şamilin müridi olub. Bu uşağa Quba adını o verib. Mən uşağı qəbul eləyirəm. O sizi unutmaz, şərəf gətirər. Getdik. Hə, nədir baba? Hə, yorulmusan, hə? Hə. Bu aydan nə deyə bilərsən? Nənəm deyirdi 200'lüdür o. Yaxşı, bəs dəvədən nə bilirsən? Heç nə. Dəvə də qaçaq kimidir. Bir dəfə yeyir, bir həftə dağı daşı dolaşır. Bu həyat deyil. İstərdim ki... Bura bax. Sən gərək oxuyasan. Hə, Mən artıq dostlarıma demişəm. Sən qəlbini təmiz saxla. Onda uğur səni tapacaq. İnan mənə. Baba, biz sizi bir ədalətli insan kimi tanıyırıq. Bəs siz niyə görə bizim toyumuzu saxladınız? Toyu niyə saxladım? Çünki olmaz. Olmaz. Başa düşürsən? Dağların öz qanunu var. Siz qızı zor gücü ilə aparırsınız. Bunasa yol vermək olmaz. Nədən bilirsiniz ki, o öz istəyi ilə ərə getmir? Əgər bilməsəydim, bax burada durmazdım. Məni bağışlayın. Amma mən qızı ata evinə qaytarmalı olacağım. Budur. Al bu pulu. Toya xərcləyərsən. Əgər sizə sevgisiz gəlin lazımdırsa, onu rahat taparsınız, inanın mənə. Bu qızın öz yarı var, öz sevgilisi var. Atları döndərin, gedirik.
Səndən fəxr eləyirəm. Mənim əziz balam. Sən olmasaydın bu dağlarda müdafiəyə heç bir ümid qalmazdı. İnsanlara müdafiədən çox ümid lazımdır. Nə vaxtsa ümidimiz şeir şamil idi. İndisə sənədir. Yadındadır. Yadındadır. Nə vaxtsa məni sevginə görə qınamışdılar. Mən bir adama söz vermişdim ki, sən sevginin yolunda ölsən belə, mənim göz yaşlarımı görməyəcək. Əgər ölüm bir gün səni haqlasa, amma o gələcək. Gələcək. Sən onu ləyaqətlə qarşıla. Kişilər bunu analarına demirlər. Amma mən hiss eləyirəm, bu mənim sonuncu payızımdır. Amma bu həyatın sonu deyil. Hər şey qabaqdadır. Hələ biz çox görüşəcəyik. İnsanlar hələ mənim haqqımda çox şeylər eşidəcəklər. Əlbəttə oğlum mənim, əlbəttə. Bodanım. Gör şənliyimizə kim gəlib? Xoş gəlmisiniz. Buyurun evə. Mən sizə söz vermişdim. Sözümün üstündə də durdum. Buyurun şənliyimizə buyurun. Çox sağ olun, sizə minnətdaram. Cəmaatın məclisi elə mənim şənliyimdir. Mən də buna çox sevinirəm. Çox sağ olun ki gəlmisiniz. Sonra deməyin ki, bu rəqs eləyə bilmir. Bu mahnı sizin şərəfinizədir ha. Buba oynaya bilir.
Buba oynayırdı. Bu onun həyat rəqsi idi. Gözünün qabağından olanlar bir-bir keçir, xəyalı dünyanı dolaşırdı. O ürəkdən oynayırdı. Bilirdi, daha oynamayacaq. Bilirdi ki, onun at oynatmağına da çox qalmayıb. Amma bilirdi ki, oynadığı bu rəqs, qəlbinin təmizliyi, ürəyinin qüvvəsi onu 100 illər, bəlkə də 1000 illər yaşadacaq. Gözünün qabağında maniyələri bir-bir necə dəf eləməyi, gecə alaqaranlıqda pusquya düşməyi keçdi. O bunları bilirdi. Bilmirdi ki, xalqın dilində 100 belə mahnı qalacaq. Onun adı çoxları üçün ümid yeri olacaq. Amma düşmənlərin ehtiramı ağlına da gəlmirdi. O vaxtlardan bugünə xatirə olaraq bütöv Kazak alayının onun meydi ilə çəkdirdiyi şəkil qaldı. Belə misli görünməmiş qismət, çoban oğlu Bubanın taleyi idi.